Salam əziz tamaşaçılar, əziz Xural Televiziyasının izləyiciləri. Xoş gördük sizi. 26 noyabr 2025-ci il etibarilə saat 6-da 18:00 etibarilə canlı yayındayım. Və təbii ki, canlı yayınlarımızın vaxtı da fərqli olur. Ona görə tamaşaçılarımızdan üzr istəyirəm. Sabit olmadığımıza görə sabit bir iş qrafikim yoxdur. Əslində mənim bugün mən xəstəlik qrafiki üzərində işləyirəm. Bilirəm indi Azərbaycanda da Bakıda da mən İstanbuldan canlı yayına çıxmışam. İstanbulda da hava dumanlıdır. Burada da çoxlu trafik var, tıxac var. Amma bilirəm ki, Azərbaycan daha, Bakı daha qorxunçdur, daha dəhşətlidir, orada daha nizamsızdır. Biz bir millət, iki dövlətik. Çox uğurlu şəkildə bir-birimizə oxşuyuruq və Türkiyəmiz daha çox bizə oxşamağa başlayıb son zamanlarda. Amma yenə də təbii ki, burada bir nizam, burada bir dövlət, burada bir oturuşmuşluq var və mən çox istəyirəm ki, bu Azərbaycanda da olsun. Elə indi uzun zamandır tamaşaçılarımız bilir, diqqətli tamaşaçılar, mən xərçəng xəstəliyi haqqında danışacağımı anons eləmişdim, bir neçə dəfə anons eləmişdim və indi də anonsu verəndən sonra dostlar zəng elədilər, dostlarla əlaqə saxladıq və onlar məndən bir-iki mövzu ətrafında da fikir bildirməyimi xahiş elədilər. Bugün Nardaran hadisələrinin 10-cu il dönümüdür və Nardaran hadisələri 10 il bundan əvvəl olub və 10 ildir bir çox insanlar həbs olundu, öldürüldü. Allah ölənlərin hamısına rəhmət eləsin. İstər dövlətdən olsun, istər ictimaiyyətdən olsun, istər vətəndaşlardan olsun, ölən bizim canımızdır. Ona görə də həm o hadisələrin il dönümü münasibəti ilə ölənlərə Allahdan rəhmət diləyirəm və təbii ki, Allah həbsdə olanların qapısını açsın. Talih Bağırzadə, Abbas, Hüseyin kimi vətən uğurlarının da Allah qapısını açsın. Və məncə Nardaran hadisələrində bu iki nəfərdən başqa da içəridə elə bir adam qalmayıb. Mənim həm Talih Bağırzadə ilə, həm Abbas Hüseyinlə uzun müddətli dostluq münasibətlərim var. Abbas Hüseyini həbsxanada tanımışam, içəridə tanımışam. Allah qapılarını açsın. 18 il, 19 il çox ağır cəzadır. Məncə Azərbaycan siyasi məhbuslar sahəsində ciddi addımlar atmalıdır və o dostlarımız da azadlığa buraxılmalıdır. Yeri gəlmişkən bir müddət, bundan öncə 1-2 saat əvvəl Məlahət xanımın layihəsində bəzi suallara cavab vermişəm, həbsxanadan danışmışam. Yəqin ki, sabah mən Ankara yolunda olanda o efirdə gedəcək. Həbsxanalarda çox ciddidir vəziyyət. Danışmaqdan yoruluruq, danışmaqdan qurtarmır, danışmaqla penitensiar xidmətdən cavab yox, zon rəislərindən cavab yox, hamısı balaca padşah, özlərini hamısı padşah elan ediblər. İcra hakimiyyəti başçıları rayonda özünü necə aparırsa, polis idarəsinin rəisləri rayonda özlərini necə aparırsa, türmə rəisləri də həmin o qapalı şəraitdə özlərini elə aparırlar. Dostlar, başqa bir şey də deyil, əziz tamaşaçılar. Bu haqda danışacağım, bu haqda çox danışacağım. Qadınlar zonunda 4 saylı cəza çəkmə müəssisəsində vəziyyət çox kritikdir. 750-dən çox qadına rəsmən soyqırım tətbiq olunur. 2 saylı cəza çəkməsində vəziyyət çox kritikdir. Orada uşaqlar siyasi məhbusları müdafiə komitəsi yaradıb və mən onları dəstəkləyirəm. Və digər zonlarda vəziyyət 6 saylı cəza çəkmə müəssisəsində ki, bugün 6 saylı cəza çəkmə müəssisəsindən danışmışam. Vəziyyət çox kritikdir və
Bakı İstintaq Təcridxanasında vəziyyət kritikdir. O ehsan verən qadınların ətrafında müəyyən hadisələr gedir və o qadınlara da mən duydum, çox iş vermə məsələsi gündəmdədir. Həddindən artıq. Yəni, biz cəzaya və cəriməyə bu ölkəni çox alışdırdıq. Onu etməmək lazım. Etməmək lazım. Onu biraz geri çəkmək lazım. Biraz yavaşmaq lazım. Yəni, insanları bu qədər ciddi şəkildə cəzalandırmaq, cərimələmək, adamları cərimə yükündən belini əymək olmaz. Bax, indi mənə dostlar dedi ki, söküntü məsələsindən danış, Sovetskini yenə sökürlər. Çox qəribədir ki, gecə sökürlər. Yəni, sən müqaviləni bağlayıbsansa, müəyyən bir zamanda sökmək olar. Yəni, bu söküntü tikinti işlərini, gecə görülməli işləri gündüz görürlər. Məsələ bir yol idarəsi var, bu Azər Avtoyol idarəsi. O, bir də görürsən, saat 3-də, 4-də, tıxaca bir azca qalmış, 5-də, gəlirlər, bütün o alətlərini tökürlər, yolları eşirlər, dağıdırlar, asfalt çəkirlər. Şəhər tıxaca, maşının üstünə minir, yer göy dağılır. Və biz bunlara izah eləyə bilmədik ki, aylarla, illərlə izah eləyə bilmədik ki, əfəndilər, gecə eləməyin bunu. Bunu gündüz eləməyin, saat 3-də, 4-də eləməyin, gecə eləyin, gecə saat 2-də, 3-də eləyin bunu. Bir şey yox. İndi də orada sakinlər şikayət edirlər. Deyirlər, gecə saat 12-dən, 1-dən sonra gəlirlər, başlayırlar oraları sökməyə. Ax, biz insanıq, yatırıq. Və ayrıca, həmin o Sovetskidə, o söküntü yerlərində bir çox tarixi əhəmiyyətli binalar var. Heç nəyin ağına, bozuna baxmırlar. Vurub dağıdırlar və gedirlər. Olmamalıdır. Məncə olmamalıdır. Yəni, bu dövlətin tarixidir, bu millətin tarixidir. Bu, oradakı insanların tarixidir. Orada yaşanmış tarixlər var. Orada yaşanmış xatirələr var. Ha, o xatirələrə hörmət eləməmək olar. Oradakı insanların zaten özləri o xatirələri yaşadacaqlar. Amma orada tarixi abidələrə hörmət eləmək lazımdır. Və bütün bunların hamısını mən nəyə gətirirəm, əziz tamaşaçılar? Keçən dəfə biz kimya terapiyada 12-ci kimya terapiyadır. Mən sabah 13-cü kimya terapiya yolunda Ankara'ya yola düşəcəm, rəvan olacağım. Biraz da ona görə indi danışdım. Diqqətli tamaşaçılarımız bilir. Mən xərçəng olduğum üçün xərçəngdən danışmıram. Mən bugün xərçəng xəstəsiyəm deyə xərçəngdən danışmıram. Bunu tamaşaçılarımız bilir. Mən uzun illər öncədən bağıra-bağıra xərçəngdən danışmışam. İndi səsim o həddə deyil. Rəvandır, sakitdir. Yaşa görə deyil, xəstəliyə görədir. O birdən özümə baxıram və deyirəm, belə danışmaq lazımdır. Bəlkə də elə danışmaq, bəlkə də lazım deyilmiş. Bəlkə də biz xoşbəxt ola bilərdik. Bəlkə də xoşbəxtdik, xəbərimiz yox. Yəni, demək istədiyim bilirsiniz nədir? Mən xəstəxana qapılarında çox olmuşam. Mənim dostlarım, mətbuatdan bəzi dostlarımın valideynləri xəstə olub, mən onları onkoloji xəstə aparmışam. Ta 15 il, 20 il bundan əvvəldən. Onları müalicə elətdirmişəm, əməliyyat elətdirmişəm. Çox tanınmış jurnalistlərin anaları, ailələri olub. Halal xoşlar olsun. Mən o günlərdən xərçəngi tanıyıram. Ailəmdə xərçəng olmuyor. Biz son aylarda yoluxduq. Son illərdə yoluxduq bu xərçəngə. Birdən-birə 5, bizim böyük ailəmizin 5 ailə başçısı xərçəng oldu. Onun ikisini, əziz dayılarımı, dostlarımı 40 gün içində itirdim. Demək istədiyim nədir? Sonra həmin o birinci itirdiyim Ənvər dayımı apardım xəstəxanaya. Sonra xalamı apardım. Sonra digər adamları apardım. Və mən təkcə yaxınlarımı aparmadım. Həm də vətəndaşların hayınla getdim, vətəndaşların harayınla getdim. Jurnalist dostlarımı zəng elədim, akademiklərə, professorlara dedim, xahiş elədim. Dedim, qorumaq lazımdır jurnalist dostlarımızı.
getdilər, onlar da müalicə alındılar. Dostlarımızın uşaqları xəstələndi, onları apardım. Yəni, mən təkcə onkolojidə də yox, göz xəstəliklərində Qurban İsmailova mən buradan təşəkkür edirəm məsələn. Mənim adımdan hansı jurnalist getdisə, Qurban İsmailov o jurnalisti pulsuz, parasız müalicə elədi. Uşaqlarını müalicə elədi. Jurnalistliyə o qədər hörmət edən çox nadir adamlardan biridir Qurban doktor. Və təkcə bir xəstəliklə deyil, göz olsun, mədə olsun, öd olsun, onkoloji olsun, mən bu xəstəliklərin hamısının içərisində oldum və mən xəstəxana koridorlarını, dəhlizlərini tıklım dolu gördüm hər zaman. Dolu gördüm. Yaxın qohumlarım oldu. Bir yaxın qohumumuz var idi. İranda kimya terapiya almışdı. Onu mən bizim savadlı həkimlərin də adını çox çəkə bilmirəm. Qurban biraz cəsurdur deyə çəkirəm adını. Çox həkimlərin adını çəkmək olmur. Getmişdilər İrana. Elə bir vəziyyətdə gəlmişdilər ki, mən onların xəstəlik sənədini göstərəndə bizim həkimlərin göz kəlləsinə çıxdı ki, əvvəz bu nədir? Və biz Milli Onkoloji Mərkəzdə müalicə elətirdik. Bugün də yaşayır. Bugün də insanlar yaşayırlar. Yəni, bu xəstəliklərlə iç-içə oldum mən zaman. Və təbii ki, həyəcan təbili çaldım. Bağırdım. Səsim gəldikcə bağırdım. Qışqırdım. Dedim, ola bilməz bu. Azərbaycan insanı xəstə olur. Azərbaycan insanı yoluxdurulur. Mən həbsxanada araşdırmalar oxudum. Sürətləndirilmiş xərçəng deyə. Və əziz tamaşaçılar, yəqin o kitab inşallah həbsxana gündəliklərim çapdan çıxanda o da çıxacaq. Və mən o qənaətə gəldim ki, Əbülfəz Elçibəy sürətləndirilmiş xərçənglə öldürülüb. Yəni, ölkədə elə komplo teoriləri də var. Bax, biz danışırıq da, ay bir ölkədə xərçəng xəstəliyi yoxdur, ay bir ölkədə heç yoxmuş, ay bir ölkədə var, ay nə bilim, xərçəng xəstəliyi ölkələrə və millətlərə görə dəyişir. Amma keçən biz kemoterapidə çox ünlü, çox məşhur doktorumla, professor Aytuğ Ünərlə bir müsahibə götürdük. Məsələn, o müsahibə çox daha normal və çox daha loyal və çox daha ağlabatan bir müsahibədir. Aytuğ Ünər bütün bu versiyaların hamısını inkar edir. Aytuğ Ünər nəyə bağlayır bunu? Hava kirliliyi, qida bəslənməsi, stres, gərginlik, əsəb. Hava kirliliyi. Azərbaycanda var mı? Heç bizdə hava var mı deyin. Yoxdur hava. Hava yoxdur. Hamımız gedib Hacıkənddə qalası deyirik ki, Hacıkənddə də əsəb adamı yorur, əsəb adamı beynini yerindən çıxardır. Niyə? Çünki hərə bir yanı, bir dağı çəpərləyib və orada özünün imperiyasını qurub. Ora əsəbləşirsən. Qida təhlükəsizliyi Azərbaycanda varmı? Qida varmış. Təhlükəsizliyi də olar. Suyu yox. Qarabağda mən eşitdim ki, Qarabağda aldığımız torpaqlardakı o gözəlim, o münbit bulaqların bir çoxu bağlanıb, dedilər, onu bağlayıblar. Yenə komplo teoriyaları var. Haralara saparırlar, təyyarələrlə, sisternalarla filan və s. və ilə. Qida təhlükəsizliyi var mı bu ölkədə? Yoxdur. Tarım ölkəsiyik, kənd təsərrüfatı ölkəsiyik, ət tapa bilmirik. Kənd çolpası, toyuq tapa bilmirik. Əti də bağladılar. Ət kəsə bilmir adamlar. Kəndçi öz evində qoyun, bəslədiyi qoyunu kəsə bilmir. Bir cür müxtəlif maneələr var. Stres, əsəb, bizim ölkəmizdə stresdən, əsəbdən başqa nə var ki? Bizim ölkəmizdə başqa nə var ki?
tıxacı saatlarla, cəriməsi, kim artıq mən bayaqları bir verilişdə, bir Səidə Bəkir qızının bir çıxışına qulaq astım, aynadan danışırdı və o da hirsindən, hikkəsindən az qala bağıra deyirdi ki, biz hardan avtomobil sürəcəyimizi bilmirik. Belə şey mi olar? Aynen, belə şey mi olar? Olur, görünür ki olur. Yəni, ölkə bu qədər stresin içindəyken, baxın, söküntü məsələsindən danışdım. Gecə saat 2-də, 3-də, 4-də adamlar işləyirlər. Dünya vecinə deyil. Bu adamlar stresdirmi? Gərginlikdirmi? Cərimələr gərginlikdirmi? Müəllimləri təxirə salırlar. Həkimlər haqqında danışacağım. Həkimləri deyək ki, sakrasheniya deyirlər. İxtisara salırlar. Ondan sonra, qardaş, ölkədə tək bir yer yoxdur ki, baxın, həbsxanadan danışıram, tez-tez. Dünya vecdərinə dönür. Dünya qulaqlarına dönür. Tınlamırlar. Və bu stresdir da, bu xərçəngdir da. Bəs bu gətirir adamı xərçəng edir. Ona görə sağlam ailələrdə bay, bir də baxsan xərçəng. Bir də baxsan Arif Buzovnalı, Allah rəhmət eləsin, 53 yaşında vəfat elədi. Bir də baxırsan Cabir İmanov oturduğu yerdə, idman elədiyi yerdə vəfat elədi. Bir də baxırsan 47 yaşında sağlam halda Qənirə Paşayeva vəfat elədi. Mən bunun bəzi ölümləri həbsxanada görmüşəm və açığı da xeyli sarsılmışam. Çünki mən ölümləri qəbul edə bilmirəm. Yəni, bütün bu şeylərin hamısı, Aytıq Ünər deyir ki, bütün bu işlərin hamısı xərçəng, əslində bu işlərdən doğulur. İnkişaf bizi xərçəngə aparır həm də. Bizdə də təbii ki, inkişaf yox, stres var, ölüm var, əsəb var, gərginlik var, hamı-hamını əzir, hamı-hamının qanından oynayır, hamı-hamını. Siz baxmayın ki, bəzi həmkarlarım mənə lağ edirlər ki, xəstədir, nə bilim, ağır preparatlar qəbul edir. Bəli, ölkədə xərçəng xəstələrinin sayı bilirsinizmi nə qədər çoxdur? İndi ondan danışacağım. Birinci yerdə ürək-damar xəstəlikləri durur. Ölümlərin 69-70% ürək-damar xəstəlikləridir. İkinci yerdə bilirsiniz hansı xəstəlik durur? Xərçəng xəstəliyi durur. Xəstəliklə alay eləyənlər, xəstəliyə lağ eləyənlər, xəstəliklə, nə bilim, kiminsə xəstəliyi başına qaxanlar, bunu bilməlidirlər. Bu, insani deyil ən azından. İnsani deyil. Və əziz tamaşaçılar, və bütün bu məsələlərin hamısında mən ora gəlmək istəyirəm. Bu həftə əslində mən bu haqda danışacaqdım, danışıram da, tamaşaçılar da bilir, o zaman da danışmışam. Xərçəng xəstəliyinin, onkoloji xəstəliklərin nə qədər artdığı haqqında həyəcan siqnalı vermişəm. Xuralda dəfələrlə danışmışam. Həkimlər dəvət eləmişəm. Gündəmi müəyyən eləməyə çalışmışam. Həkimlərlə danışmışam. Bəziləri haqqında informasiya vermişəm cəmiyyətə. Bəziləri haqqında yox. Mənə həkimlər izah ediblər ki, biz çarəsizik, çünki bizim büdcə yetərli deyil. Və bu həftə əslində bu çıxışımın əsas səbəbkarı Milli Məclisin üzvü hörmətli Rəşad Mahmudovun bir çıxışıdır. Rəşad Mahmudov çox cəsur şəkildə, çox cəsarətli bir şəkildə məsələnin üzərinə yeriyib. Mən Rəşad Mahmudovun çıxışından bəzi məqamları tamaşaçıların diqqətinə çatdırmaq istəyirəm. Deməli, Rəşad müəllim Səhiyyə Komitəsinin sədrinin müavinidir, tanınmış kardiyoloqdur. Əziz tamaşaçılar. Çox savadlı həkimlərdən biridir. İlk dəfə açıq ürək əməliyyatı eləyib bu ölkədə. Yəni, bir çox yeniliklər eləyib. Özü kardiyoloq olmasına baxmayaraq,
onkologiya sahəsində də yəqin vəzifəsi gərəyi ciddi məlumatlar verib və digər millət vəkillərindən fərqli olaraq da problemi ortaya qoymağa çalışıb. Baku Post saytı da çox maraqlı bir araşdırma təqdim edib. Deməli, Rəşad Məhmudov deyir ki, insan həyatını qorumaq büdcədəki hər bir rəqəmdən daha önəmlidir. Onkoloji xəstələrimizin müalicəsi, dərman təminatı və mövcud mərkəzlərin effektiv fəaliyyəti üçün daha güclü dəstək həyati zərurətdir. Deməli, dəstək daha güclü deyil, zəruri bir şəkildə deyil. Deməli, Rəşad Mahmudov deyir ki, bu xəstəliklərin müalicəsi icbari tibbi sığortaya daxil deyil. Azərbaycanda onkoloji xəstəliklər sürətlə artır və ona qarşı mübarizənin əsas ağırlığı elə insanların öz üzərinə düşür. Dövlət büdcəsindən ayrılan vəsait xəstələrin sayı, dərman preparatlarının qiymətləri qarşısında çox azdır. Nəzərə alsaq ki, bu sahə üzrə ixtisaslaşmış Milli Onkologiya Mərkəzində tibbi xidmətlərin əksəriyyəti qeyri-rəsmi qaydada ödənişlidir. O zaman vəziyyətin ağırlığını təsəvvür etmək olar. Qanunda ödənişsiz olmalıdır. Amma burada deputatın da dediyi kimi, tibbi xidmətlərin əksəriyyəti qeyri-rəsmi qaydada ödənişlidir. Yəni, bu rəsmi deyil. Mərkəzi həkim qəbulu, müayinə, analizlər, kimyaterapiya kursları pulludur. Qiymətlər isə xəstələrin mübarizə əhval-ruhiyyəsinə və həkim radioloqların insafına görə dəyişir. Mərkəzin özündə müalicə olunmaq isə olduqca bahalı xərc sayılır. Çox önəmlidir bu. Yəni, xəstənin xəstəliyindən önəmli o dərmanların qiymətləridir, əziz tamaşaçılar. Sən xəstəsən, sənin dərmanlarının qiyməti 10.000 manatları keçirsə, sən işsiz adamsan və sənin maaşın ona əl vermirsə, sənin maaşın 400-500 manatdırsa, elə sən bəri başdan ölürsən. Çünki sən çox narahatsan. Sənin yaxşı pulun yoxdur, müalicə alasan. Sənin yaxşı pulun yoxdur, müalicəni aparasan və ya xarici gedirsən və ya harasa gedirsən. Dövlət sənə sahib çıxmalıdır, deyilmi? Və yoxdursa, və bu qədər də pul lazım olursa, ya sən ucuz dərmana qaçmalısan, ya sən müalicə olunmamalısan. Hər ikisi ölüm. Hər ikisi ölüm. Mən bugün bir xərçəng xəstəsinin statusunu oxudum. Deyil bir qadın 73-cü kimyaterapiya gəlir və həyat yoldaşı da xərçəng olub və ilk kimyaterapiyanın təsirindən çox ağrıyıb. Ondan sonra da o ağrılara görə imtina eləyib və ondan sonra da ölüb. Dünyasını dəyişib. Allah rəhmət eləsin. İndi deyir, mən balalarıma görə yaşamalıyım. Yəni, insanlar ucuz olsun, baha olsun, onun fərqinə varmadan bu şeyləri eləyirlər. Amma nə olmalıdır? Əslində nə olmalıdır? Əslində necə olmalıdır? Əslində dövlət olmalıdır. Mən hər zaman danışırdım. Hər zaman deyirdim ki, Azərbaycan vətəndaşı ağrısı, ağrıyanı, xəstəsi əlini hardan atsa, dövlət ipi onun əlinə keçməlidir. Ümidsiz bir şəkildə əlini atanda bir ipdən yapışmalıdır. O dövlət ipi olmalıdır. Dövlət olmalıdır. Dövlət olmalıdır ki, dövlət məni xilas eləsin, dövlət məni xəstəlikdən qurtarsın. İndi mən başlığına qoymuşam ki, xərçəngdən necə qurtulmalı? Aytaq Önər deyir ki, yaxın 30 ildə, 50 ildə qurtulma deyə bir şey yox. Xərçəng xəstəliyi arta-arta gedəcək. Amma Rəşad doktor da deyir ki, bu xəstəlikdən 10 il, yəni xüsusilə ağır xəstəliklər sırasından çıxıb. Çox ölümcül deyil. 10 ili keçə bilər xəstə. Bəzi xəstələr var, mən bu getdikcə tanıyıram bəzilərini. 15 ildir, 20 ildir, 25 ildir. Yaşayırlar. Yəni, amma nə ilə yaşayırlar? Dövlət sahib çıxmalıdır. Dövlət sahib çıxmasa, bu xəstəliyin ümidi yoxdur. Görək,
Rəşad həkim rəqəmlərdə nə deyir? Diqqət eləyin əziz tamaşaçılar. Azərbaycan Səhiyyə statistikasına görə son illərdə onkoloji xəstələrin sayı artıb. 2023-cü ildə qeydiyyatda olan xəstələrin sayı 69.435 nəfər olub. 2024-cü ildə isə bu say 73.875 nəfərə çatıb. Keçən il 23-cü ilə nisbətən xəstəliklərin sayı təxminən 5000 nəfər artıb. Bu hələ qeydiyyata alınan da, söhbət qeydiyyata alınanlardan gedir. Qeydiyyata alınmayanlar var. 73.875 nəfərə çatıb. 2023-cü ildə ilk dəfə diaqnoz qoyulan onkoloji xəstələrin sayı 13.666 nəfər. 2024-cü ildə isə bu say 15.164 nəfər olub. Təxminən 2000 artıb. Bu göstəricilər kişilər və qadınlar arasında fərqlidir. 2024-cü ildə 8051 qadın və 7113 kişi ilk dəfə xərçəng diaqnozu alıb. 2023-cü ildə xərçəngdən ölümlərin sayı təxminən 9681 nəfər olub. 9681 can Azərbaycan vətəndaşı 2023-cü ildə xərçəngdən dünyasını dəyişib. Beynəlxalq məlumatlara görə, Qlobosan 2022 məlumatlarına görə Azərbaycanda 5 il ərzində sağ qalan onkoloji xəstələrin sayı 46618 nəfər, yeni diaqnoz qoyulan xəstələr isə 18503 nəfər təşkil edib. 2022-ci il üzrə xərçəngdən ölənlərin sayı isə 11314 nəfər olub. 2023-cü ildə xərçəngdən ölənlərin sayı 9681 olub. 2022-ci ildə bu 11314 nəfər olub. Deməli 2023-də 2000 nəfər, 3000 nəfərə qədər daha az adam ölüb. Səhiyyə ekspertlərinin açıqlamalarına görə Azərbaycanda ölüm səbəbləri sıralamasında ürək-damar xəstəlikləri birinci, ürək-damar xəstəlikləri, onkoloji xəstəliklər isə ikinci yerdə durur. Ürək-damar xəstəlikləri ölümlərin təxminən 60%-ni təşkil edir. O qəfil ürək tutmaları var, bayaq bəzilərinin də adını çəkdim. Olardır. Xərçəng səbəbindən ölənlərin nisbəti isə təxminən 11%-dir. 60% ürək-damar xəstəlikləri, 11% xərçəng ikinci yerdədir. Bu rəqəmlər göstərir ki, onkoloji xəstəliklər ölkədə ciddi səhiyyə probleminə çevrilib. Deputat Rəşad Mahmudov onkoloji xəstəliklərə qarşı mübarizəyə dövlət dəstəyinin gücləndirilməsini vacib sayır. Yaxşı, bu sahədə mövcud durum necədir? İndi biz ona baxacağıq əziz tamaşaçılar və təbii ki, dünyada da bir trend var. Dünyada da bir xərçəng xəstəliyinə qarşı mübarizə var və dünyada bu mübarizə elə qorxunc rəqəmlərdən söhbət gedir ki, pul ayrılan qorxunc rəqəmlərdən söhbət gedir ki, adam onu sadəcə xəyal eləmir. Mən o haqda indi danışacağım, bəzi faktları səsləndirəcəm. Amma Azərbaycan dövləti bu işin harasındadır? Biz vətəndaşlarımıza necə baxırıq? Bizim üçün önəmli o deyilmi? Yəni 73 min insanımız xərçəng xəstəliyindən əziyyət çəkir. Bəzi adamlar var ki, heç bilmir xərçəngdir. Məsələn, mənə elə gəlir ki, mən bu haqda bəlkə də nə zamansa danışacağım. Mən də özümü bir möcüzə nəticəsində sağ qalmış hesab edən adamlardan. Bu xəstəlik ilk təşxislərdə, ilk diaqnozlarda məlum olmur əziz tamaşaçılar. Bu xəstəlik orqanizmdə yatır, orqanizmi rahatladır. O birdən deyirlər insanlara, ay Allah, getdi, o pis xəstəlikdən çıxdı, bir ay içində öldü. Yox, bir ay içində ölmür o. O, uzun illərdir xərçəng xəstəsidir. Sadəcə normal analizlərdə bu xəstəlik meydana çıxmır. Ona görə də dövlət orqanları, dövlət rəsmən insanları
məcburi qaydada 3 aydanmı bir, 6 aydanmı bir ildən mi bir bu xərçəng diaqnozundan, xərçəng analizlərindən keçirməlidir. 4 analizdən sonra bilindi məndə. Bir dəfə getdim mərkəzi onkoloji xəstəxanaya, bilinmədi. İkinci dəfə apardılar, yenə bilinmədi. Üçüncü analizdə yenə bilinmədi. Dördüncü analizdə artıq dedilər ki, yuxarıdan da tapşırıq var. Bu əvvəl Zeynalda nə var ortaya çıxmalıdır. Ortaya çıxdı ki, bəli, bu xərçəngdir. Amma normalda bilinmir bu. Ona görə də dövlət bu məsələdə o qədər həssas olmalıdır ki, əgər 73 min bizim onkoloji xəstəmiz varsa, mən sizi əmin eləyirəm. Mövcud qaydada 100 mini keçir. 100 mini keçir. Davam eləyək statistik məlumatlara. Dövlətin durumu nədir Azərbaycanda, əziz tamaşaçılar? 2025-ci ildə bu məqsəd üçün təxminən 60,4 milyon manat vəsait nəzərdə tutulub. 2024-cü ildə xərclənən məbləğ 48,3 milyon manat olub. Təsəvvür edirsinizmi? 2024-də 48,3 milyon manat olub. 2025-də bu artıb 60,4 milyona çatıb. Bu maliyyə xərclərinin dərman preparatları, müalicə prosedurları və digər tibbi ehtiyaclarını qarşılamaq üçün istifadə edilir. Ayrılan vəsaiti qeydiyyatda olan onkoloji xəstələrin sayına böləndə hər xəstəyə təxminən 700 manatdan biraz artıq vəsait düşür. Ölkədə xəstələr arasında sorğu aparsaq, bu həcmdə pulsuz tibbi xidmət, dava dərman əldə etmiş nadir adamlar tapıla bilər. Məbləğ də kifayət qədər azdır. 700 manat o qədər azdır ki. 700 manat bu müalicə üçün o qədər azdır ki, ümumiyyətlə yox həddindədir. Akıllı ilaç deyilən bir ilaç bəzən 10.000 manat ayda bir xəstəyə lazım olur. 10.000 manat təkcə bir akıllı ilaç, təkcə. 700 manat nə eləyə bilər ki? 700 manat nə iş görə bilər ki? 700 manat nədir ki? 700 manatı verməkdənsə hər bir xəstəyə onu öldürmək ondan yaxşıdır. Çünki bunun ximyası neçə dəfə gedəcək, 5 kurs mu alacaq, 10 kurs mu alacaq, 20 kurs mu alacaq, 70 kurs mu alacaq? Yəni bunun həkiminə görə, bunun proseduruna görə bu xərclənməlidir. Nə eləməlidir bu insanlar? Bu insanlar nə iş görməlidir? Davam edək, əziz tamaşaçılar. Burada nümunə dərmanların adları var. Deməli, əslində onkoloji xəstələr üçün dövlət təminatı çərçivəsində müəyyən dərman preparatları pulsuz və dövlət hesabına verilməlidir. Bizdə də qanunda odur. Səhiyyə Nazirliyinin şiş əleyhinə əsas preparatlar proqramına əsasən hazırda 200-dən çox dərman preparatı güya təmin edilir. Bu artıq qəzetin, yəni saytın araşdırmasıdır. Çünki bu deputatın adından məncə bunu demək düzgün deyil. Çünki deputat güya deməz. Deməli, yəni bunlar var. Bizdə qanunda da pulsuzdur onkoloji xəstəliklərin müalicəsi. Amma var mı? Əsas odur, nə olsun pulsuzdur? 700 manatla nə eləyə bilər? Nə iş görə bilər? Deməli, məsələ nədir? Burada nümunə dərmanların adlarını çəkir araşdırmada. Mən o nümunə dərmanları təbii ki, adları da burada çox mürəkkəbdir. Onu keçirəm. Amma o dərmanların da adları var. Dərmanların siyahısı Nazirlər Kabineti tərəfindən təsdiqlənir və hər il yenilənir. 3 ildir onkoloji xəstəlikdən müalicə alan Simuzər Həsənova bir vətəndaşla danışıb sahib bildirir ki, bu müddət ərzində bir dənə də olsun pulsuz dərman almayıb. Həkim, radioloq, MRT, UZI müayinəsinə pul ödəmişəm, 4 dəfə kimyoterapiya almışam, hər birinə 300 manat vermişəm, dərmanın müayinənin pulsuz olduğu haqda heç vaxt eşitməmişəm.
vətəndaş bildirib. Bütün Uzi, MRT, ondan həkim, radiolog, ayrı-ayrı təbii ki, hamısı puldur. Ayrı-ayrı hamısı puldur. Ayrıca, əziz tamaşaçılar, indi deyir, mən də dayılarımdan soruşurdum ki, neçəyə bir kurs başa gəlib? Deyirdi 200 manata. Mənə çox təəccüblü gəlirdi. İndi bu Semuzə xanım da deyir ki, bir kurs 300 manata gəlir. Çox qəribə gəlir. Yəni, burada mənim kurslarım çox bahalıdır, əziz tamaşaçılar. Çox bahalıdır. Yəni, 10 dəfə, 15 dəfə, bəlkə də biraz da daha çox bahalıdır. Vətəndaşı nə eləsin? Bir katib, MRT yox, bir PET çəkim deyilən bir şey var. Azərbaycanda var mı bilmirəm. Deyəsən var, amma ondan hamı istifadə edə bilmir. 1700-2000 manat arasıdır. Vətəndaş nə eləsin? Amma PET çəkim olmalıdır. PET çəkim orqanizmində nə var? Onun hamısını ortaya qoymalıdır. Nə eləsin? Azərbaycan vətəndaşı nətər eləsin? MRT-si pul, Uzisi pul, həkimi pul, dərmanı pul, məsləhəti pul, KT-si pul, PET çəkimi pul. Maaş yox, pul yox, ayrıca bir fond yox, özəl bir fond yox, xeyriyyə qurumları yox, dövlət də yox. Nə deməkdir? Ey 75.000 adam, gedin, ölümünüzü gözləyin deməkdir, deyil mi? Davam eləyək. Onkoloji xəstəliklər dünya üzrə ölüm səbəbləri sıralamasında ön yerlərdən birini tutur. Hər ölkə xərçənglə mübarizədə müxtəlif strategiyalar tətbiq edir. Erkən diaqnostika, profilaktika, müasir dərmanlar, dövlət dəstəyi və səhiyyə infrastrukturunun gücləndirilməsi bu strategiyaların əsasını təşkil edir. Məsələn, ABŞ-da federal hökumət xərçəng müalicəsinə böyük maliyyə ayırır. Amerika Birləşmiş Ştatlarının ayırdığı maliyyə xərçəng üçün müalicə qiymətini deyəcəm, əziz tamaşaçılar, nə qədər büdcə ayrılır. Ürəyinizdə problem varsa dinləməyin. Yəni, canlı yayından çıxın. Ürəyinizdə bir problem varsa buradan çıxın. Bu dəhşətli bir şeydir. Bizdə nə qədər idi? Keçən il 48,3, indi də 60,4 milyon manat. Hər xəstəyə nə qədər düşürdü? 700 manat. Amerika Birləşmiş Ştatlarının federal hökumətinin xərçəng müalicəsinə ayırdığı pulun məbləği 2024-cü ildə bilirsinizmi nə qədərdir, əziz tamaşaçılar? 7 milyard dollar. 7 milyard dollar. Ölkələrdə iki cürdür. Biri ümumi səhiyyə üzrədir, biri də ayrı-ayrı sahələr. Təbii ki, səhiyyə sisteminə ayrılan pulun içində digər xəstəliklər üçün də ayrılır. Amerikada ümumi səhiyyə sistemi üçün səhiyyə sisteminə ayrılan pul bilirsinizmi nə qədərdir, əziz Azərbaycanlılar? Mən heç burada baxmağa imkanım olmur, amma 252 şərh gəlib. Deməli, mən o şərhlərin də içərisində qiymətli şərhlərin hamısını növbəti proqramlarda səsləndirəcəm. Yazın, əziz tamaşaçılar, suallarınızı yazın, onların hamısına cavab verməyə çalışacağım. Yəni, mən həmişə danışmışam bunlardan. İndi də ki, madam mənə yol yoldaşı oldu, madam Xoca demiş, Aytuğ Xoca da demiş, madam heç gedəcək kimi də görünmüyor, o zaman bir-birimizi qoş döyüşünə qoş dayanar. O zaman davam eləyəcək. Amma siz Amerika dövlətinin, ABŞ dövlətinin, ABŞ-ın, bəzən biz söyləyirik bir də, nə bilim, belədir, elədir. ABŞ-da demokratiya yoxdur, bir zəncini öldürdülər yolda.
Bilirsinizmi Amerika Birləşmiş Ştatlarının səhiyyə büdcəsi nə qədərdir? Deyim ama ürəyində problemi olanlar saçım da tökülür. Çox şiddətli tökülür. Ona görə də kusura baxmayın. Elə hər yerdə elə saç tökülür. Birazdan sonra saçım da olmayacaq. Əla olacaq o zaman. Ha, Amerika Birləşmiş Ştatlarının səhiyyə büdcəsini deyim mi? Mən risk eləmirəm deməyə. 4,9 trilyon dollar. 5 trilyon dollar. 5 trilyon dollar. İndi mənim burada susmağım daha çox lazımdır, amma danışmalıyım. Ama danışmalıyam, mövzunu davam elətdirməliyim. 5 trilyon dollar, 4,9 trilyon dollar ve onun 7 milyard dolları xərçəng üçündür. Biz xərçəngəni ayırırıq. 60 milyon dollar. 7 milyard dollar, 60 milyon dollar. Dövlətlər ərazilərinə görə böyük deyil. İsveçrədə balacadır. Amerikanın bir vilayətinin vilayəti boydadır. Almaniyada çox balacadır. Deyəcəm indi nə qədərdir. İngiltərədə çox balacadır, bir adadır. Səhiyyə sisteminə ayrılan pul bilirsinizmi nə qədərdir əziz tamaşaçılar İngiltərədə? 242 milyard sterling. Təkcə səhiyyə sistemi. Dövlətlərin inkişafı insanların nə qədər cərimə ödəməyindən, əzilməyindən, həbsxanalara doldurulmağından ölçülmür. Dövlətlərin inkişafı insana xidmət üzərindən ölçülür. Maaşı nə qədərdir, xəstəliyi necədir, xəstəlik necə müalicə olunur və bunun hamısı sığortadır. Hamısı sığortanın hesabına. İctimai sığortanın hesabına. Sən gedirsən, adamlar deyir ki, ha gəldin, tamam, mənə 50 yerdən çağırıblar. Avstriyada, İsveçrədə, Almaniyada, Fransada, Amerika, Clevelanddən də dostlarım çağırdı. Yəni ki gəl, gir, təslim ol, müalicə ol. Ar gəlir təslim olmaq. Ar gəlir. Ar gəlir. Amma onun dəxli yoxdur. Söhbət Əvəz Zeynaldan getmir ki. Söhbət Azərbaycan vətəndaşına bu şərait yaradılmalıdır. Azərbaycan vətəndaşı müalicə olunmalıdır. Azərbaycan vətəndaşı müalicə olunmalıdır. 100 milyardlarla pulu beyhudə küçələrə tökməkdənsə, Ramiz Mehdiyevi, Adnan Əhmədzadəsi, Elton Məmmədovu, Ziya Məmmədovu, Cavid Qurbanovu, demirəm, ha deyirəm, ad deməyim. Minlərlə, 10 minlərlə adam talan elədi bu dövləti. Talan elədi, yoldu bu dövləti. 60 milyon nədir? 60 milyonu bizim Sokarın vitse-prezidentlərinin uşaqları Yunan adalarında 15 günə istirahətə xərcləyir, əziz Azərbaycanlılar. 60 milyon nədir? Akıllı ilaca 10.000 manat lazımdaydı. Təkcə akıllı ilaca. Ne eləsin vətəndaş? Ne eləsin vətəndaş? Ne eləsin? Mən dəfələrlə danışmışam. Müalicə müəssisəsində 5 nömrəli cərrahiyyə otağında, cərrahiyyə korpusunun 5 nömrəli otağında Nəsir Nəsirov vardı. Elə mi? Nəsir. Bir də Mehdi vardı.
Dördüncü mərhələ belləri, nə bilim, xərçəng, dəhşətli xərçəng. Adamları evlərinə buraxmaq lazımdır ki, adamlar geçsinlər, evlərində ölsünlər. Əli, uşağının əlində öz. Hər gün danışdım, çıxırıq danışdım, mən danışdım. Mehdini qaytardılar zona, bilmirəm hansı zona. Nəsir oradaydı, bilmirəm Nəsirin axırı nə oldu. Mən burada danışıram, orada onları incidirlər. Çoxu da artıq mənə problemlərini deməyə qorxur. Elə belə oradan ümumi xəbərlər alır. Azərbaycan xalqı var olsun, millət var olsun, ictimaiyyət var olsun, Azərbaycan iqtidarı sağ olsun, fikirləri üst-üstə gəldi, xalq tələb elədi, prezident də xalqın tələbini diqqətlə dinlədi, əvəz Zeynalını buraxdı ki, get öz-özünə öl. Burada ölmə. Burada ölsən bizə problem olacaq. Get öz-özünə öl. Elə deməkdir da, get öz-özünə öl. Yəni, bu boyda, bu ağır xəstəliklə və bu boyda müalicə yükünlə bu millət də olmasa mən nə eləyərdim? Mən fikirləşirəm. Sağ olsun dostlar. Sağ olsun dostlar. Kampaniyalar başladılar. Sağ olsun Vüqar Tofiqoğlu. İndi həbsdədir. Allah qapısını açsın. Sağ olsun Qurban Məmmədov. Kampaniyalar başladılar. Bu kampaniya məni hələ ki indiyə qədər gətirib. Yenə də dərdim o deyil, əziz tamaşaçılar. Mən problemin üzərinə gedirəm. Niyə belə olmalıdır? Mənim ölkəmin pulları bəs hardadır? Amerika və Avropada onkoloji dərmanların əksəriyyəti dövlət tərəfindən ya sığorta sistemi ya da xüsusi subsidiyalarla ödənilir. Yəni vətəndaş eləmir bunu. Dövlət eləyir, sonra sığortadan alır. Yeni bioloji dərmanlar, immunoterapiya preparatları və hədəfli terapiya dərmanları pulsuz və qismən ödənişlə xəstələrə təqdim olunur. Məsələn, immunoterapiya dərmanı pembrolizumab, Keytruda və trastuzumab bir çox Avropa ölkələrinin dövlət xətti ilə maliyyələşdirilir. Deməli, dövlət vəsaitlərinin onkoloji xəstələrə çatdırılması vacibdir. Bu sayədə hökm sürən hazırki bərbad vəziyyəti aradan qaldırmaq mümkün olmasa, dövlət təminatının artırılması ancaq səhiyyə məmurlarının daha da varlanmasına gətirib çıxaracaq. Mən bu yazıya və araşdırmaya görə Baku Posta da təşəkkür edirəm. Rəşad Mahmudova da təşəkkür edirəm. Bir adam, bir deputat, bir rəsmadan çıxıb bunları səsləndirir heç olmasa. Və sən dövlətsən. 10 minlərlə adam xəstədir. 10 minlərlə adam xəstəni öz taliyinə buraxmaq olmaz. 60% ürək-damar xəstəliklərindən ölə bilməz bu ölkənin insanları. Bunu etmək heç bir ölçüyə sığmaz. Bu ölkənin milyardları gəldi getdi. Bir normal xəstəxana qurulmadı. Normal həkimlər sistemi yaradılmadı. İndi həkimlər zəng eləyir. Həkimlər deyir, təbib anamızı ağladır. Təbib pul qoyub, daskı qoyub hamısının üstünə. Səhiyyə Nazirliyinin elədiyini təbib rədd eləyir, təbbin elədiyini Səhiyyə Nazirliyi rədd eləyir. İki başlı, üç başlı bir əjdaha sistemi qurublar. Orada da onlar bir-birini yeyirlər. Ta o zamanlardan biz bu haqda danışırdıq. Əziz tamaşaçılar, Azərbaycanda deməli, Azərbaycanda xərçəng xəstəliyinin müalicəsi deməli bir milli onkologiya mərkəzidir. Deməli burada həyata keçirilir
kimyoterapiya, radioterapiya, şüa müalicəsi, cərrahiyyə, immunoterapiya, hədəf edici müalicələr, uşaqlarda onkoloji müalicə və təbii ki, ödəniş məsələsi bir çox xidmət pulsuz deyil. Pulsuz deyil. Dövlət tərəfindən müəyyən imtiyazlı kateqoriyalar pulsuz və güzəştlə müalicə alınır. Birinci, ikinci, üçüncü qrup əlillər, Qarabağ qaziləri, şəhid ailələri, sosial statusu təsdiqlənən bəzi xəstələr, digərləri üçün müalicənin bir qismi ödənişlidir. İndi elə yazırlar. Deməli, və Avropa ölkələrində necədir bu? Avropa ölkələrində bayaq dedim, Amerikada 4,9 trilyon dollar, Almanya səhiyyə xərcləri ümumi daxili məhsulun 12,7%, Fransada ümumi daxili məhsulun 11,9%, Kanadada ümumi daxili məhsulun 10-12%. Bunlar çox qorxunç rəqəmlərdir. Birləşmiş Krallıqda təxminən 2023-cü ildə 252, mən bayaq 242 dedim, 252 milyard avro, yox, sterling səviyyəsində olub. Və ortalama Avropa Birliyi dövlətlərində 9-10% aralığında olur. Əsasən də pulsuzdur. Yəni, düzdür, o ölkənin vətəndaşı olmalısan, amma o ölkənin vətəndaşı olmasan da, inkişaf etmiş ölkələrin çoxunda, İngiltərədə, Kanadada, Fransada, Almaniyada, Skandinaviya ölkələridir, İtaliyadır, İspaniyadır, Yaponiyadır, Avstraliyadır, Avstriya çox inkişaf eləyir. Xəstəxana səviyyəli xərçəng müalicəsi dövlət ictimai sistem vasitəsilə əsasən pulsuzdur. Amma detallar təbii ki, ölkədən ölkəyə dəyişir. Belə. Yəni, dünya dövlətləri Mesela biz burada xərçəng xəstəliyindən danışırıq, amma görürsünüz, hərənin öz dərdi var. Biri yazır, açsın sərhədləri. Biri yazır ki, nə bilim, bu ölkəni dəyişmək mümkün deyil. Amma nə eləyək? Yəni, biz ən azından bunu da diqqətə alaq da. Təbii ki, sərhədlərin açılması məsələsi də önəmlidir. Bu məsələlərdə sərhədlərin də açılmasının önəmi var. Hər gedişimizdə, gəlişimizdə təyyarə ilə ağla sığmaz Azalın quru iddialarından, boş iddialarından bahalı biletlərə pullar xərcləyirik. Biz o pulla avtomobillə və avtobusdan çox rahat gəlib gedə bilərdik. Çox rahat gəlib gedə bilərdik. Niyə eləmirlər bunu? Niyə açılmır sərhədlər? Onun da təsiri varmı? Var. O da bu xəstəliyin maliyyətini artırırmı? Maliyyətini artırır. Olmamalıdır, əziz tamaşaçılar. Biz də onu deyirik. Deputatın səsinə səs veririk. Araşdırmaların hamısının doğru və düzgün aparılmasını dəstəkləyirik. Bizim özümüz də o istiqamətdəyik. Yəni, həm xərçəng və digər xəstəliklər, bütün xəstəliklər, ölkədə hansı xəstəlik tüğyan eləmir ki? Hansı, baxın, girin xəstəxanalara, bir xəstəxanada bir saniyə boş yer yoxdur. Tanıdığın həkimin qəbuluna girə bilmirsən. İnsanlar səhər saat 6-dan, axşamdan sabah səhərin növbəsinə yazılırlar. Xəstəxanalarımız balaca. Xəstəxanalarımız dar düdük. Həkimlərimiz özlərini Şahoğlu, Şah Abbas kimi aparırlar. Hamısı da həkimlərin əlində. Dərman da yox. Hökumət nəzarəti yox. Dövlət nəzarəti yox. İnsanlara xidmət anlayışı yox. Bu mənim vətəndaşımdır. Mənim qardaşımdır. Bu mənim ailə üzvümdür. Bu mənim soydaşımdır. Bu mənim millətimin balasıdır anlayışı yox. Necə olacaq bu? Bu pullar bu qədər gəldi, getdi. Və mən o zaman danışırdım tez-tez ki, bəs kitabları bir gün ondan da danışacağım.
Mədəniyyət Nazirliyinin kitab hoqqabazlığından da danışacağım bir gün. Kitabları xüsusi nəşriyyatdan satın alırlar. Özləri uyduruq nəşriyyatlar yaradıb kitabları orada nəşr edirlər. Qardaş, bu ölkədə bir sahədə doğru dürüst bir gəlişmə yoxdur ki, ürəyin açıla deyəsən ki, bax burada bu normaldır. O zaman deyirdim ki, biz körpüyə ayrılan pulu tərcümə ədəbiyyatına ayırın. Cənab Prezidentə bir neçə dəfə müraciət də etmişdi. Bir körpüyə ayrılan pulu tərcümə ədəbiyyatına ayırın ki, ölkənin tərcümə ədəbiyyatı zəngin olsun. Tərcümə ədəbiyyatı bizdə sıfır. Özəl nəşriyyatların boynuna qalıb. Özəl bir-iki nəşriyyat da olmasa, gör Azərbaycan nə günə düşür. Orada da, orada da məsələ elədir. Burada da məsələ elədir. Özəl xəstəxanalar açıldı. Bu xəstəxanaların Azərbaycan xalqına nə xeyri dəydi? Qiymət baha, ölən adamları vermədiklərindən şahid olduq. Uşaqlar öldü, vermədilər. Mətbuat yazdı, dünya dağıldı. Göstərməlik bir neçə vicdanlı həkim var. Bizim bu yeni həkimlər nəslindən Rəşadgil kimi, nə bilim, bizim o Türkiyə təhsilli, Avropa təhsilli bəzi uşaqlar var. Onların içində biraz insaf var. Onlar heç olmasa biraz bu sistemin içindən nəfəs alıb müəyyən şeylər eləyə bilirlər. Uşaqlara, nə bilim, müəyyən xəstələrə, müəyyən təbəqədən olan insanlara. Amma Azərbaycan xalqının hamısına bu şamil olunmalıdır axı. Yəni, bu qədər sürətlə artması xərçəng xəstəliyinin bu dövlətə, bu millətə, bu millətin gələcəyinə təhdid deyilmi? Dövlət də narahat deyil. Narahat deyil. Ölürsən, öl. Çalış, ölmə. Nə vaxt istəyirsən, o vaxt öl. Soruşmurlar ki, mən bir dəfə demişəm. Heç kim soruşmur ki, necəsən, nə var, nə yox, bu xərclər necə qarşılanır, bunun altından necə çıxırsan, onu heç kim soruşmur ki. Bir-birindən soruşurlar pıçıldaya-pıçıldaya ki, görən nə qədər qaldı. Biz hamımız öləcəyik axı. Hamımız günümüzü niyə sayırıq ki? Allah nə qədər yazıb, bu qədər qaldı. 73 min adamın biri mi? Bir dənəsi Əvəz Zeynal. Bəs bu 73.299 adam var. 72 min. Bəs olar? Bəs Mehdi? Bəs Nasir? Bəs həbsxanada o mübariz ömürlükdə var. O da onkoloji xəstədir. Xəstədir, bunu buraxın da. İllah da gününə pul mu hesablayıb almalısınız? O zaten yarımcandır. Ölü demək istəmir. Zaten vəziyyəti onun odur. Əziz tamaşaçılar, təbii ki, bu sahədə sözüm çoxdur. Və zaman-zaman danışacağıq. Mən çalışacağım Aytun Xoca ilə də müsahibələr eləyim. Siz də bizə yazın. Sağ olsun, insanlar mənə ən müxtəlif şeylər, videolar göndərirlər, həkim telefonları göndərirlər ki, bu məsələdə bir həkimlə əgər müalicə gedirsə, orada başqa həkimlərə ehtiyac olmamalıdır, ehtiyac olmur. Amma nə bilim, bioterapiya, fitoterapiya, nə bilim, bu bitkilərlə 50 min dənə belə şeylər var. Yəni, bəzilərini qəbul eləmə imkanı olur, bəzilərini qəbul eləmə imkanı olmur. Amma söhbət bir dövlətin nə etməsindən gedir. Mən bir hadisə eşitmişdim. Londonda oxumuşdum. Londonda bir uşağın anası ölür. Və təcili tibbi yardımın lüzumsuz gecikməsinin nəticəsində ölür. O, uşağa yaddaşında travma qoyur və o dərəcədə sarsılır ki, uşaq, o həvəslə böyüyür ki, mən böyüyüb
Londonda bu məsələləri düzəldəcəm. Uşaq böyüyür, Londonun bələdiyyə başqanı olur və mənim oxuduğuma görə, yadımda qalana görə Londonda təcili tibbi yardım məsələsi dünyanın ən möhtəşəm təşkil olunmuş təcili tibbi yardımıdır. Düşünə bilirsiniz. Mən inanıram ki, Azərbaycanda da elə olacaq. Və mən inanıram ki, bir gün o sistem qurulacaq. Amma bu milləti qorumaq lazımdır. Biz olaq, biz bu milləti qoruyaq. Biz bu milletin niye ürəkdən gedir, niye damardan gedir, niye şəkərdən gedir, niye şəkər dərmanı ala bilmir millət? Niye xərçəngdən gedir? Camal Əbdülnasir bir gün Misirə, Qahirəyə, küçüyə çıxır. Görür ki, bir İngiliz ayağını amiranə şəkildə qoyub, bir ərəb uşağı onun ayağını, çəkmələrini təmizləyir. O qədər əsəbləşir ki, dönür, gəlir saraya, taxtına oturur və o da sosialist idi. Və dərhal bir fərman verir ki, heç bir ərəb uşağı bundan sonra İngiliz çəkməsini təmizləməməlidir. Yəni, bu ölkədə bir qayda yaratmaq lazımdır. Tuturuq Ramiz Mehdiyevi, 5-ci kolonu təmizləyirik. Zaman zaman bu tutulur, o tutulur, o biri tutulur. Olsun, amma bir şey olsun. Bir şey olsun. İnsanlar rahat xəstələnə bilsinlər. İnsanlar əmin olsunlar ki, dövlət var. Xəstələnəcəm, gedəcəm dövlət babanın qapısına, dövlət baba məni müalicə edəcək. Bu insanların tanınmışı, bu insanların redaktoru, bu insanların güya ki öndə gedənlərindən biri mənəm və mən bugün deyəmsə. O 72 min, o 73 min insan hansı haldadır? Allah Şücaətə rəhmət eləsin. Deyirdi ki, düz 60 min köz olan yaramı bağlayıram, yatmıram ki gecələr. Kəlbəcərin 60 min sakini var idi. Şücaət də Kəlbəcər dərdindən öldü. Amma yazdı ki, düz 60 min köz olan yaramı bağlayıram, yatmıram ki gecələr. Yəni, 60 min insan taleyi mənim köz olmuş yaramdır. 73 mini keçən hər bir xərçəng xəstəsi də mənim köz olan yaramdır. Ona görə dövləti görəvə çağırıram. Yoxsa nə var ki? Biz köçümüzü yığışdırdıq, getdik bu dünyadan. Orası var axı. Bu millətə sahib çıxmaq lazımdır. Bu millətin bütün xəstəliklərinin qarşısını almaq lazımdır. Və Azərbaycan səhiyyə büdcəsi, ümumiyyətlə bu səhiyyə sistemi tamamilə yenilənməlidir. Nəyi danışırıq deyirik, tamamilə yenilənməlidir. Qıfıl vurulmalıdır bunların qapısının ağzına. Nəyi danışırıq elə deyirik. Bizim faciəmizə baxıq. Və lazımdırsa 100 milyon, lazımdırsa 200 milyon, lazımdırsa 300 milyon, lazımdırsa 1 milyard manat ayırın bu ölkənin insanlarının sağlam olması üçün. 1 milyard manat, lazımdırsa 1 milyard manat ayırın. Hamı qırılandan sonra kim qalacaq? Kimi idarə eləyəcəksiniz? Sizi sevirəm, əziz Azərbaycanlılar. Allaha əmanət olun. Bağrıma basıram hamınızı. Hər şey yaxşı olacaq. Hər şey gözəl olacaq. Azərbaycanın gələcəyi də gözəl olacaq. Gəncləri də gözəldir. Azərbaycanın istiqbalı da aydındır. Biz olsaq da, olmasaq da. Və Allah rəhmət eləsin Xəlil Ziya. O deyirdi ki, vur çatlasın,
içində elə bilmə ki təksən. Yer də, göy də sənindir. Azərbaycan gənci, Azərbaycan xalqı. Sən qalib gələcəksən. Allaha əmanət ol.